Ramzan Kadyrov Çeçenistan bugün nəşrinin jurnalistlərinə verdiyi açıqlamada istefa verdiyini söylədiyini bildirib. Bu, Çeçenistan rəhbərinin belə açıqlama ilə çıxış etdiyi ilk hal deyil. Böyük ehtimalla o hakimiyyəti oğluna ötürmək istəyir, baxmayaraq ki, oğlu hələ 18 yaşına çatmayıb. Tilişaya Rus Xeyriyyə Fondunun sədri Olqa Romanova bu fikri 24-cü kanala bildirib və qeyd edib ki, Kadyrov artıq ölümə hazırlaşır. Lakin sağlamlığının pisləşməsinə baxmayaraq, ölüm bununla bağlı olmaya da bilər. Çeçenistan rəhbəri jurnalistlərə bildirib ki, onun vəzifədən azad olunması ilə bağlı yayılan şayələri özü də eşidib. Amma güya bu istefanı özü istəyib. Sözlərinə görə başqa bir şəxs yeni təşəbbüslərlə çıxış edə bilər, lakin qərarı yenə də Vladimir Putin verməlidir. Xeyriyyə Fondunun rəhbərinin sözlərinə görə Kadyrov 2016-cı ildən vəzifədən azad olunmağı xahiş edir, çünki onun vaxtı artıq çatıb. Onun istefası 2020 və 2022-ci illərdə elan olmuşdu. Eyni zamanda hakimiyyəti oğlu Adam Kadyrova ötürmək çətin olacaq, çünki o hələ yetkinlik yaşına çatmayıb. Məncə, Kadyrov ölümə hazırlaşır. Aydındır ki, bu qocalıqdan olmayacaq. O hələ gəncdir. Əgər görünüşü bu qədər dəyişməsəydi, adam qədər də yaşaya bilərdi, deyə Romanova vurğulayıb. Qeyd edək ki, mayın 7-sində Putinlə Kadyrov arasında Çeçenistan Respublikasının sosial-iqtisadi məsələlərini müzakirə edildiyi şəxsi görüş baş tutub. Müharibə Araşdırmaları İnstitutu bildirib ki, bu söhbət zamanı diktator Kadyrovun rəhbərliyini davam etdirməsinə ümid etdiyini nəzərdə tutub. Kadyrov bu həftənin əvvəlində Kremlin rəhbərindən onu vəzifədən azad etməsini istədiyini bildirib. 48 yaşlı Kadyrov sonradan bu bəyanatına düzəliş edərək Putinə komanda oyuncusu kimi xidmətini davam etdirəcəyini vurğulayıb. Bəzi ekspertlər hesab edirlər ki, Kadyrovun illərdir etdiyi bu istefa açıqlamaları əslində Moskvada maliyyə və ya digər zəmanətləri təmin etmək məqsədi ilə aparılan strategiyanın bir hissəsi. Gerçək istefa istədiyi bu iddialar Kadrovun səhhətinin pisləşdiyi və onun yaxın şərq rəsmiləri ilə icazəsiz təhlükəsizlik zəmanətləri haqqında danışıqlar apardığına görə Putinlə münasibətlərinin gərginləşdiyinə dair təsdiqlənməmiş məlumatların fonunda ortaya çıxıb. Putin atasının Çeçenistanın keçmiş rəhbəri Əhməd Kadyrovun qətli sonrası 2007-ci ildə Ramzan Kadyrovu təyin etmişdi. Əvvəllər 1-ci Çeçen müharibəsində Rusiya qüvvələrinə qarşı vuruşan Kadyrov atası sonradan tərəf dəyişərək Moskvanın sıralarında yüksəlişə keçmişdi. Kadyrov daha sonra etdiyi paylaşımda Putinin onun istefası ilə bağlı şayələri təksib etdiyini sitat gətirərək Mark Twainin məşhur ifadəsini yazıb. Ölümüm haqda xəbərlər xeyli şişirdilib. Putin əlavə etdi ki, hələ çox işimiz var. Mən Ali Baş Komandanın əmrinə tabe oluram deyə Kadyrov bildirib. Ukrayna prezidenti Volodymyr Zelenski şənbə günü Kiyevdə Avropa liderlərinin görüşündə çıxış edib. Ukrayna və müttəfiqləri bazar ertəsindən başlayaraq ən azı 30 gün müddətinə Rusiya ilə atəşkəsə hazır olduqlarını bildiriblər. Associated Press-in məlumatına görə 4 böyük Avropa ölkəsinin liderləri Moskvanı atəşkəsə razı salmaq və 3 illik müharibəyə son qoymaq üçün sülh danışıqlarına başlamaq məqsədi ilə Kiyevə səfər ediblər. Şənbə günü həmçinin Rusiyanın elan etdiyi və Ukraynanın Kremlin qüvvələrinin dəfələrlə pozduğunu iddia etdiyi bir tərəfli 3 günlük atəşkəsin son günü olub. Mart ayında Amerika Birləşmiş Ştatları Ukraynanı qəbul etdiyi dərhal məhdud 30 günlük atəşkəs təklif etdi. Lakin Kreml özünün daha çox xoşuna gələn şərtləri gözləyir. Fransa, Almaniya, Polşa və Böyük Britaniyanın liderləri Kiyevdəki dəmir yolu stansiyasına birlikdə gəliblər və 2-ci Dünya müharibəsinin başa çatmasının 80-ci il dönümünə həsr olunmuş Kiyevin müstəqillik meydanındakı mərasimə qatılmaq üçün qısa müddət sonra Zelenski ilə görüşüblər. Onlar Rusiyanın işğalından bəri həlak
həlak olan Ukraynalı əskərlər və mülki şəxslər üçün yaradılmış müvəqqəti bayraq memorialında şam yandırıblar. ABŞ prezidenti Donald Trump hər iki tərəfi müharibəyə son qoymaq üçün tez bir zamanda razılığa gəlməyə çağırıb. Lakin Zelenski düşmənçiliklərin ilkin 30 günlük dayandırılması üzrə Amerika planı ilə razılaşsa da, Rusiya hələ də razılıq verməyib. Əvəzində təxminən 1600 kilometrlik cəbhə xətti boyunca, o cümlədən açıq-aşkar hərbi hədəfləri olmayan yaşayış məntəqələrinə ölümcül zərbələr endirməklə hücumlarını davam etdirib. Ukraynanın Avropalı müttəfiqləri onun taleyini qitənin təhlükəsizliyi üçün fundamental hesab edirlər və indi Trumpın geri çəkilib çəkilməməsindən asılı olmayaraq Kiyevi hərbi cəhətdən dəstəkləməyin yollarını tapmaq üçün təzyiq artır. Daha sonra şənbə günü liderlər Zelenski ilə birlikdə gələcəkdə Ukrayna silahlı qüvvələrinə sülh sazişindən sonra kömək edəcək və potensial olaraq Rusiya ilə gələcək sülh sazişini nəzarətdə saxlamaq üçün Ukraynaya qoşun yerləşdirə biləcək istəkli koalisiya adlanan birliyi digər liderləri məlumatlandırmaq üçün virtual görüşə başlayıblar. Skutecznie pomagają Rosji omijać te wprowadzone do tej pory, robią z nią interesy. And your question goes to? Do premiera Donalda Tuska, ale także do pozostałych przywódców. По-перше, я хотів би подякувати особисто Фрідріху за те, що дійсно 4 дні, як Фрідріх у своєму офісі, і він знайшов можливість підтримати Україну і разом з дружніми країнами приїхати сюди. І це серйозний сигнал. Я думаю, ми всі це відчуваємо. І що ще можна коментувати? Я думаю, важливо, що своїм приїздом він вже все прокоментував, що Німеччина буде з Україною підтримувати, поки не закінчиться війна. І навіть після, тому що ми дуже розраховуємо на спеціалістів, на німецький бізнес, який займе свою важливу частину у відновленні країни. Про ці речі ми вже почали говорити з канцлером, з Фрідріхом. Я йому вдячний за приїзд, за те, що ми обговорювали щодо відновлення ще по телефону і питання щодо посилення нас зброєю. Питання актуальне для нас, ви знаєте, ППО, системи ППО. Німеччина нам дуже сильно допомогла з системами Patriot і дуже сильно допомогла і допомагає системами IRIS-T. Я б не хотів би зараз публічно говорити про кількісну допомогу цих відповідних систем. Ми на це дуже розраховуємо, знаємо відповідні терміни. Для нас це важливо. Дякую. If he actually wants peace, and if he doesn't, why do you think sanctions will work now when you've been sanctioning for 3 years and they don't seem to have been entirely effective?